Salam dostlar, kanalıma xoş gəlmisiniz. Ümid edirəm hamınız yaxşısınız. Bu gün çox vacib bir oyundan danışacağıq. Qarabağ Newcastle playoff qarşılaşması. Bu oyun təkcə Qarabağ üçün yox, ümumiyyətlə Azərbaycan futbolu üçün çox böyük əhəmiyyət daşıyır. Bu videoda oyunu analizini edəcəyik. Komandaların formalarına baxacağıq, taktikalardan danışacağıq və sonunda proqnoz verəcəm. Videonun sonuna qədər izləməyi unutmayın. İlk olaraq Qarabağdan başlayaq. Qarabağ son illərdə Avrokuboklarda çox böyük təcrübə qazanır. Komanda artıq Avropada tanınır və heç bir rəqib Qarabağı asan rəqib saymır. Xüsusilə ev oyunlarında Qarabağ çox təhlükəlidir. Azarkeşlərin dəstəyi, stadionun atmosferi və futbolçuların motivasiyası komandanı daha da gücləndirir. Qarabağ adilən topa nəzarət edir, sürətli hücumlar qurur, cinahlardan istifadə edir. Əks hücumları çox təhlükəli olur və bu oyunda əsas silahı sürət və intisam olacaq. İndi isə Newcastle-a baxaq. Newcastle İngiltərə Premyer Liqasında çıxışıdır və bu özü böyük bir üstünlükdür. Çünki Premyer Liqa dünyanın ən çətin liqalarının biridir. Newcastle fiziki cəhətdən güclüdür, sürətli, tezlikli yüksəkdir, daim hücum düşünür. Onlar oyundan sürətlə başlayır və rəqibi səhvə məğlub etməyə çalışır. Xüsusilə ilk 20 dəqiqə Newcastle çox təhlükəli ola bilər. Qarabağ bu hissədə çox diqqətli olmalıdır. Bu oyunda əsas məsələ taktik olacaq. Qarabağ necə oynayacaq? Məncə Qarabağ müdafiədə sıx dayanacaq və boşluq verməməyə çalışacaq. Topu qazanan kimi hücuma çıxacaq. Kontr hücumlara güvənəcək. Xüsusilə cinahlardan gələn hücumlar çox vacib olacaq. Newcastle isə topa nəzarət edəcək. Qarabağ yarı meydançasına sıxacaq. Uzaqdan zərbələr vuracaq. Zərbə meydançasına çox ötürmə edəcək. Burada əsas sual budur. Qarabağ müdafiədə əgər intizamlı oynasa, şansı çox yüksəkdir. İndi isə futbolçulara baxaq. Qarabağ, Zubi, sürətli və texnikal oyuncudur. Camilo Duran hücumda əsas figürdür. Kevin Medina müdafiənin lideridir. Oyuncular yaxşı oynasa Qarabağın qələbə şansı çox artacaq. Bu cür oyunlarda təkcə futbol yox, psixologiya da önəmlidir. Qarabağ futbolçuları bilməlidir ki, onlar bu səviyyəyə təsadüfən gəlməkdir. Bu zəhmətin və əziyyətin nəticəsidir. Azarkeşlərin dəstəyi onlara əlavə motivasiya verəcək. Newcastle isə favoritdir. Amma bu da onları təzyiq yaradır. Bəzən favorit olmaq daha çətindir. Bu oyunda əsas məqamlar ilk qolu kim vuracaq? Müdafiə səhvlər, standart vəziyyətlər, əvəz etmələr hakim qərarlardır. Bu faktorlar nəticəni dəyişə bilər. Xüsusilə günc zərbələri və cərimə zərbələri çox təhlükəli olacaq. İndi isə keçək proqnoza. Məncə oyun çox gərgin olacaq. Asan oyun gözləmirəm. Qarabağ mübarizə aparacaq, geri çəkilməyəcək və sona qədər döyüşəcək. Əgər ilk qolu Qarabağ olursa, oyunu qazana bilər. Mənim proqnozum Qarabağ 2, Newcastle 1 və ya 1-1 heçəcək. Hər halda Qarabağın şansı var və biz inanmalıyıq. Bəs siz nə düşünürsünüz? Qarabağ bu oyunu qazana bilərmi? Fikirlərinizi şərhlərdə yazın. Video xoşunuza gəldisə, like atmağı unutmayın. Kanala abunə olun və dostlarınızla paylaşın. Dəstəyiniz üçün çox sağ olun. Növbəti videolarda görüşənədək.